Görmüşsünüz adamlar cəmaatın qəlbini ələ almaq üçün özünü dağa daşa vurur. Mənə desinlər, yaxşı oğlandı, orada buna hörmət eləsinlər, burada bunu sevsinlər. Nələr eləyir ki, kimsə bunu sevsin. Bunlar bir şeyi anlamalıdırlar ki, qəlblər Allahın əlindədir. Həqiqətən valla belədir. Valla belədir. Həyat təcrübəsi yavaş-yavaş bizim də saçımız ağarır və həyat təcrübəsi göstərir ki, qəlbə hökm eləmək olur. Onun sahibi Allahın özüdür. Ona görə Allah bizə belə bir qayda deyir. Deyir ki, mənə sevdir özünü. Mən səni sevsəm, başqalarına da səni sevdirim. Özünü dağa daşa vurma. Qəlblər mənim əlimdədir. Mən səni sevim, məhəbbəti ürəklərə salıb. Gedib ona buna xidmət eləyib simovu itirmə. Xidmət eləyi Allah üçün elə. Cəmaatın könlünü ələ almaq üçün öz simovu, öz şəxsiyyəti itirmə.